Vay olsun bugün qiyamət gününü yalan sayanların halına. Vay qiyamət gününü yalan sayanların, yəni qiyamətə inanmayanların, dinə inanmayanların halına. Nə səbəb olur ki, insanlar qiyaməti danırlar, qəbul eləmirlər. Qiyaməti ancaq həddi aşan günahkarlar inkar eləyər. Həddi aşan, günahı günah üstündən eləyən insanların ürəyi qaralar və nəticədə haqqı qəbul eləməz bu insanlar. Quran burada maraqlı məntiq irəli sürür. Bu məntiqdən belə çıxır ki, həm əməl insanın məhsuludur, həm insan əməlin məhsuludur. Əməli biz eləyirik və əməl bizi yaradır. Bizim ruhumuzu əməl düzəldir. Əməl yaxşı olarsa ruh yaxşı olur, əməl pis olarsa ruh qara olur, günahkar olur. Və günahın insana vurduğu ən böyük ziyan budur ki, günah mane olur insan haqqı qəbul eləsin. Bu birinci amil. İnsanların dini qəbul eləməsinə mane olan birinci amildir. İkinci maniyə hansıdır? Baxırsan Qurana görürsən bütün peyğəmbərlər bu maniyə ilə rastlaşıblar. Cəmiyyətdə olan adət ənənələr bəzən dinin qəbul olunmasına mane olur. Quranda baxın, müşriklər peyğəmbərlərə deyirdilər ki, bizim ata-babalarımız belə eləməyiblər, bütə ibadət eləyiblər. İndi də var belə şeylər. Hərdən dinin bir sözünü deyirsən, bəzi adam deyir ki, ata-babadan biz başqa cür görmüşük. Quran ata-baba məntiqi ilə mübarizə aparır. Ata-baba necə eləyib, o dəlil ola bilməz bir şeyin haqlılığına. Ata-baba bəzi şeyi düz eləyə bilər, bəzi şeylərdə səhv eləyə bilər. Bəzi hallarda adət, ənənə gəlir dinin qarşısında maneəyə çevrilir. Və insanlar dini qəbul eləmir bu səbəbdən ki, onların adətlərinə uyğundur. Yaxud da dinin ancaq adətə uyğun olan hissəsini qəbul edir. Düzdür, bizim xalqımızın məsələn içində din yaşayıb, qalıb. Amma bir çox hallarda əsl lazım olan Allah istəyən şəkildə yox, bəzən adət ənənə şəklində və heç dində olmayan şeyləri bəzən adətlərimiz bizə din kimi təqdim edib. Məsələn, bu yasda olan bir sıra məsələlər var ki, onların dinlə heç bir əlaqəsi yoxdur. Sırf adət olduğuna görə insanlar ona bir dini məsələ kimi baxır. Və gəlib doğru dini deyəndə insanlar bəzən adətlə uyğun olmadığına görə onu qəbul eləməkdə çətinlik çəkirlər. Və Peyğəmbərin də qarşısında dayananlar belə idi. Peyğəmbər heç bir təmənnasız, cəmaatdan heç nə istəmədən onları haqqa dəvət elirdi. Belə mənasız şeylər səbəb olurdu ki, insanlar dinə cavab verməsinlər. Bədir döyüşü olmuşdu müsəlmanlarla müşriklər arasında. Və bilirsiniz ki, o döyüşdə müşriklərin, kafirlərin sayı qat-qat müsəlmanlardan çox idi. Amma buna baxmayaraq müsəlmanlar o döyüşdə qələbə çalmışdılar. 70 dənə müşriklərdən ölmüşdü, 70-i də əsir götürülmüşdü müsəlmanlar tərəfindən. Əsirləri qolu bağlı gətirirlər, Peyğəmbər onlara baxdı, təbəssüm elədi, güldü. O əsirlər Peyğəmbərə baxdı, dedi ki, qələbə çalmısan deyə bizə istehza eləyirsən, bizi məsxərə eləyirsən, bizə baxıb gülürsən. Peyğəmbər burada yox, ona gülmürəm. Mən ona gülürəm ki, sizi cənnətə tərəf mən qolu bağlı çəkməyə məcburam. Mənim sizdən bir istədiyim bir şey yoxdur. Mən sizi cənnətə dəvət eləyirəm, siz mənlə mübarizə aparırsınız. Mən sizlə dava başlamamışam, siz müharibəyə başlamışsınız. Və indi də qolu bağlı siz gələndə mən fikirləşdim ki, gör sizin vəziyyətiniz necədir ki, mən məcburam sizi qolunuzu bağlayıb cənnətə zorla aparam. Halbuki öz saadətinizə siz qənim kəsilmişsiniz. Bu da bir səbəbdir. Dini qəbul eləməyin, eləməməyin bir səbəbi də maddi səbəbdir. Maddi səbəbdir. Peyğəmbərlər insanları ki, haqqa çağırır, Allaha doğru çağırır, ədalətə çağırır. Bu dəvətin müqabilində insanlar 3 dəstə olurlar əsasən. Birinci dəstə budur ki, dini qəbul eləməyin onlara nə maddi baxımdan xeyri var, nə də ziyanı var. Onlar nə heç kəsə zülm eləyib, nə də onlara zülm olunub. Din ki, gəlir ədaləti cəmiyyətdə bərqərar eləyə, bunların nə itirəcək maddi baxımdan bir şey var, nə qazanacaq bir şey var. Bu insanlar əgər ürəkləri təmiz olarsa, dini qəbul eləyirlər, adətən. İkinci dəstə o insanlardır ki, zalimdilər. Din ki, gəlir, deyir, mən cəmiyyətdə ədaləti bərqərar eləyəcəm,
Bunlar da zülmdən nə qədər sərvət toplayıblar. Milyonlara sahib olublar. İndi din gəlib deyib ki, məzlumun haqqını qaytaracam, zülmün kökünü kəsəcəm və ədaləti bərqərar edəcəm. Bunlar baxır, görür ki, din gəlsə mənim ziyanımadır. Bilirsiniz, nadürüst adamın düz adamdan xoşu gəlmir. Oğrunun ayıq adamdan xoşu gəlmir. Görürsən, hər dövrdə və bu dövrdə bəziləri dinə qarşı çıxır, araşdıranda görürsən, bilir ki, cəmaat düz olsa, bu, o oyunlar kimdə çıxardır, onda çıxarda bilməyəcək. O zülmü eləyə bilməyəcək. Çünki dinin əsas şüarı ədalətdir, haqqı haqq sahibinə qaytarmaqdır. Ona görə də bu insanlar, məsələn, Əbu Süfyan Peyğəmbər zamanı, Əbu Cəhl, bunlar dini dəvəti qəbul eləsələr də Əbu Süfyan ola bilməyəcəkdilər. Bunlar Əmmarı, Abdullah ibn Məsudu, Bilalı adam saymırlar. Amma din gəlib deyir, möminlər qardaşdır. Din gəlir, qulu gətirir, ağa ilə bərabər bilir o zaman və indiki zamanda elə, hər zamanda. Bunlar oturur, baxır, vicdanları deyir, dini qəbul elə. Amma mənafe görür ki, dini qəbul eləsəm, xeyli imtiyaz ki, əldə eləmişəm zülm yolu ilə, bu mənim əlimdən çıxacaq. Ona görə mənafeləri vicdanlarının qarşısında pərdə olur və bunlar dini qəbul eləyə bilmir. Amma istisnalar çoxdur. Quranda da var, hədislərdə də var, tarixdə də var ki, bəzən bu insanlarda görürsən, ayılır, hidayət olur və mənafeyindən keçib haqqı qəbul eləyirlər. Asiya, Fironun xanımı belə bir adam idi. Asiya sərvəti çox idi, həddən artıq, çox eşitmişsiniz də uzun danışmaq istəmirəm. Fironun xanımı idi, amma Musaya iman gətirdi. Nəinki sərvət əlindən çıxdı, nəinki var dövlət əlindən çıxdı, bununla da kifayətlənmədi. Firon dedi ki, işgəncə ilə öldürəcəm səni. Onu işgəncə ilə öldürən zaman dedi, Rəbbi İbnili indəkə beytən fil cənnə. İlahi mənə öz yanında cənnətdə yer ver. Və nəccini minəl fir'un, min fir'un. Və məni Firondan mənə nicat ver. Dünyaya dal çevirdi, haqqı qəbul elədi. Üçüncü dəstə hansı insanlardır? Üçüncü dəstə zülmə məruz qalan adamlar. O adamlar ki, məzlumdular. Bunların həm vicdanları deyir, dini qəbul elə. Həm də dini qəbul eləməklə maddi də qazanırlar bu insanlar. Çünki bunlar zülm altındadılar, zülmə məruz qalıblar. Din bunlar üçün həm maddi xeyirdir, həm mənəvi. Ona görə də Peyğəmbərlərin dəvətinə cavab verənlərin içində belələri daha çoxdur. Çünki bunlar çox pis vəziyyətdə yaşayırlar, həm maddi baxımdan sıxıntıdadırlar, həm cəmiyyətdə zülmə məruz qalırlar və din gəlir bunlara həm maddi mənafelerini təmin edir, həm mənəvi. Ona görə bu cür insanların dinə qoşulması halları daha çoxdur. Amma bu o demək deyir ki, dinin qəbul olmasının səbəbi maddi səbəbdir. Bunun mənası qətiyyən bu deyil və ümumiyyətlə dinin dəvəti Quranın buyurduğuna əsasən mənəviyyata əsaslanır. Din bəzən maddi hökmləri də buyurur, amma mənəvi əsasda buyurur. Məsələn, din buyurur ki, maluzu əlinizdən aldılarsa, qalxın maluzu müdafiə edin. O yolda öldürülsöz şəhidsiniz. Kim malını qorumaq üçün mübarizə aparsa, öldürülsə şəhiddir. Baxırsan, görürsən, axı malın qiyməti insandan aşağıdır. Bəs niyə insan malı üçün öldürürlərsə şəhiddir? Görürsən ki, burada dinin yanaşması budur ki, söhbət maldan getmir, söhbət haqdan gedir. Sən razı olmamalısan ki, sənin haqqı əlindən alsınlar. Malı qorumaqda əslində haqqın qorunması nəzərdə tutulur. Xanım Fatimə Zəhranın şəhadət günlərində danışdıq. Həzrəti Zəhra Fədəy bağına görə mübarizəyə qalxır. Həzrəti Əli əleyhissalam Fədəy bağına görə mübarizəyə qalxır. Həmin o Əli əleyhissalam ki, deyir, dünyanın mənim yanımda qiyməti keçinin burnundan axan sudan da aşağıdır.
O qədər dünya mənim üçün dəyərsizdir. Yaxşı, bəs dünya sənin üçün dəyərsizdirsə, niyə fədəy bağı uğrunda mübarizəyə qalxırsan? Deyirəm, mənim üçün qiyməti yoxdur, kim götürür götürsün. Bəs niyə mübarizəyə qalxır? Ona görə mübarizəyə qalxır ki, məsələ dünya məsələsidir, izzət məsələsidir. Mən razı olmaram ki, kimsə gəlsin, mənə zülm eləsin, mənim haqqımı əlimdən alsın, mənim haqqıma təcavüz eləsin. Din haqqı möhtərəm sayır. Ona görə hətta maddi məsələlərdə də bunu demək istəyirəm ki, mənəvi əsaslara söykənir. Qısası budur ki, dinin dəvəti, iki bəhsin xülasəsi budur. Dinin dəvəti insanların fitrətinə əsaslanır. Hər bir insanın ürəyində Allah tanıma nuru var. Dinin istinad nöqtəsi həmin o Allah tanıma nurudur, mərifətdir, mənəviyyatdır. Maddi səbəblər də olursa həmin o mənəviyyatdan qaynaqlanır. Həmin o mənəvi əsaslara söykənir.